Əbədiyyətə inanıram. Nikolay Yerofeyeviç Boykanın adı 1968-ci ildən onun soyadı imana görə məhkum olunanların siyasına düşdüyü vaxtdan məşhurlaşmağa başladı. O dəfələrlə azadlıqdan məhrum edilsə də, iman etdiyi ilk gündən insanlara Allahın sevgisini sevinclə müjdələyirdi. Bir Allah bilir ki, Nikolay həbsxanalarda necə təhqirlərə dözməli olub. Onunla görüşməyə icazə verilmirdi. Yaxınlarının məktubları ona çatdırılmadan məhv edilirdi. Sətəlcam ola-ola soyuq kamerada saxlanılırdı. Lakin Allah öz qulunu hədsiz məhəbbəti sayəsində qoruyurdu. O bütün bunlardan sarsılmadı və onu təqib edənlərlə əməkdaşlıq etmədi. Təqibçilər onu sağ-salamat buraxmaq niyyətində deyildilər. Amma o, ağlasılmaz işgəncələrə tab gətirərək Allahın köməyi sayəsində sağ-salamat qurtuldu və nəhayət 1988-ci ildə o, Allahın xalqının duaları sayəsində azadlığa çıxdı.